Çətin demişkən imtahanlar da onda çətin olur yəqin ki, hə? Yoxsa İmtahanlar deməyin. İmtahanlar, hə, bizdə elə bu dəqiqə midterm sezonu başlayıb, xeyirli olsun. Midtermlər bizdə belə olur. Məsələn, keçən semestr məndə vəbşi çətin idi. Təsəvvür eləyin ki, bir həftədə 5 dənə midterm vermişdim və o belə çox çətin olur insana. Bu dəfə şükür aralıqlar biraz çoxdur, amma yenə də 2 midterm bir günə düşüb. Bizdə elə bir şey var ki, məsələn, cədvəli head department təyin eləyir. Onlar bizə mail atırlar Outlook-dan ki, baxın uşaqlar filan tarixdə belə cədvəldə midtermimiz olacaq. Yekə bir dənə Excel sheet atırlar. Oradan biz özümüz baxırıq, CRN-lərə baxırıq, müəllimlərə baxırıq, tapırıq hansı vaxtlarda bizim imtahanlarımız var. Və əgər bir günə 3 dənə imtahanın düşürsə, sənin dəyişdirmə haqqın var. Amma bir şey də qeyd eləmək istəyirəm ki, bizim belə deyim, second chance examımız yoxdur. Məncə bu çox pis bir şeydir. Məsələn, həmin dərsə girməlisiniz o zaman, düzdür? Bəli, bəli. Məsələn, mənim dostlarım var, hansı ki, başqa universitetlərdə oxuyurlar, UNEC-də, Adınsuda və s. Onlarda məsələn, əgər sən xəstəsənsə və bir kağızın varsa, sənə hətta yəni belə deyim, adi qripsənsə də sənə ikinci imtahan eləyirlər. Quiz olsun, nə bilim, deadline olsun, midterm, final fərqi yoxdur. Yəni çox da problem eləmirlər. Amma bizdə biraz çox problematik məsələdir bu. Ona görə biz hamımız çalışırıq ki, xəstələnməyək imtahan vaxtlarında. Gülnur, bəs sizdə dərslər və ixtisas arasındakı uyğunluq nə dərəcədədir? Yəni bütün fənlər, keçdiyiniz tədris aldığınız fənlər sənin bu ixtisasına uyğunluq təşkil edir, yoxsa düşünürsən ki, bu fəndə məsəl üçün keçməsəniz də problem olmaz? Valla mən fikirləşirəm ki, bizdə Adana Universitetində hamı elə fikirləşir. Bizdə bəzi elə fənlər var ki, məsələn, belə deyim, daha çox riyazi fənlərdir, linear algebradır, kalkulus 1, okey, kalkulus 1-i başa düşə bilərəm, amma kalkulus 2, yəni məncə biraz belə deyim, lazım olar, amma bütün sektorlarda lazım olmur da. Yəni biz çox dərinlikdən keçirik. Mən düşünürəm ki, belə biraz üstündən səthi keçsək daha məqsədə uyğun olar. Amma biz dərindən keçirik. Ona görə mən düşünürəm ki, əgər bəzi fənləri, daha çox riyazi fənləri belə deyim, üstündən keçsək daha yaxşı olar. Və bizdə belə bir şey var ki, free elective seçə bilirsən. Free electivlərdə belə deyim, birinci kursda və birinci kursun ikinci semestrində haqqınız yoxdur free elective seçməyə. Amma haqqınız yox deyəndə seçə bilərsiniz. Prosta gələn semestrlarda seçə bilməyəsiniz də, çünki müəyyən bir limiti var onun. Amma yəni belə deyim, ikinci, üçüncü və dördüncü kursda səhv eləmirəmsə, 4-də tam əmin deyiləm, amma 2-3 əminəm. İkinci, üçüncü kursda hər semestr bir dənə free elective seçə bilirsiniz. O da deyir ki, sənin 4 dənə free electivin olur. Onda çox vaxt bütün universitetdə olan dərslərin belə deyim 80%-ni götürə bilərsən. Bu 20%-dən hansı dərslərdir? Məsələn, prerequisite olan dərslər və o dərsləri çox vaxt uşaqlar götürmək də istəmir. Çünki əgər bir dərsin prerequisite varsa, prerequisite o deməkdir ki, yəni bu filan dərsi götürməlisən, bu dərsi götürmək üçün əvvəlcədən. Yəni bunu keçmiş olmalısan. O dərslərdə çox vaxt çətin dərslər olur. Məsələn, Calculus 2-nin prerequisiti Calculus 1-dir. Mathematics for Economics-in prerequisiti linear algebradır, yəni linear cəbirdir. Bunlar çox vaxt çətin dərslərdir. Ona görə onu heç kim free elective kimi götürmək istəmir də. Bizdə uşaqların arasında, ad uşaqların arasında bir deyim var ki, free electiveləri həmişə BAPA və BAIS dərslərini götürmək lazımdır. BAPA, BAIS yəni belə deyim, international affairs dərsləridir. Onlar daha belə deyək, asan dərslər olurlar. Çünki riyazi olmurlar, prosta danışıq olurlar. Əgər sizin danışıq qabiliyyətiniz yaxşıdırsa, onda o dərslərdən yaxşı qiymətlə keçə bilərsiniz. Belə bizim aramızda ona easy A dərslər deyirlər, yəni asan ala bilərsiniz. Amma mən çox da inanmıram. Nə mənada? Yəni məncə insanın özündən asılıdır. Elə insanlar var ki, riyazi cəhətdən beyinləri daha yaxşı işləyir, yəni sol yarımkürələri daha developdur. Elələri də var ki, tərsinə məsələn danışıq dərslərində yaxşı performans göstərirlər. Ona görə mən düşünürəm ki, insanın özündən asılıdır. Məsələn, mən bu semestr gender diversity dərsini götürmüşəm. Mən hamı deyirdi ki, çox asan da olacaq. Heç dərs oxumayasan, şey eləyəsən, gedəsən, yaxşı yazasan. Necədir? Oxumamaq söhbəti deyil, biraz bilirsiniz necə bir şeydir.
gərək konstant şəkildə oxuyasan ki, yaxşı yazasan. Çünki bizdə çoxlu artikellər olur. Əlbəttə ki, artikelləri çoxunu skim eləyirəm, çox da tam dərinini oxumuram. Çox nümunəvi tələb. Dəhşət. Dərindən oxumuram, amma qiymətim hələ ki yaxşıdır, şükür. Niyə? Çünki bizdə IELTS eləyəndə, IELTS-a hazırlaşanda və yaxud da SAT-ə hazırlaşanda bizdə paperda bu boyda mətnlər var idi, təsəvvür eləyin. Özdə 5 dənə idi. Onu gərək çatdırmalı idim vaxtı. Həm oxumağa, həm suallarına cavab verməyə. Ona görə siz elə oxuyurdun temanı tutmaq üçün də. Ona görə əgər bu xasiyyət sizdə varsa, onda bu dərsləri məncə yaxşı götürə bilərsiniz və yazı qabiliyyətiniz olmalıdır. Esse yazmağı bacarmalısınız. Təsəvvür eləyin, biz paştı hər həftə esse yazırıq da. Sizdə imtahanların hər biri yazılı, şifahi imtahan yoxdur, hə? Yox, bizdə yoxdur şifahi imtahan. Yalnız test də yoxdur o zaman. Test də yoxdur. Bizdə 99% hallarda müəllimlər açıq suallar eləyir bütün testləri. Bu 1% da tipa əgər sənin 10 dənə testin varsa, onların ikisi qapalı olur, 8-i açıq. Yəni belə deyim, heç o qapalıların bir əhəmiyyəti də olmur. Elə belə deyim, açıq daha çox sənə bal verir. Bizdə bütün suallar açıq olur ona görə. Ona görə biraz çətindir. Əzbərləyib girmək olmur. Amma keçmə faizi necədir? Kəsilənlər olurmu yoxsa? Amma düzü kəsilənlər çoxdur. Hələ o qədər kəsilənlər var ki, yayda da bəzi dərsləri hələ 2 siyarən açırlar. Yayda bizdə belədir. Bizdə ümumiyyətlə keçid balları 60-dır. Yəni Cəmaət Universitetində 50 olanda bizdə 60-dır. Hələ bəzi fənlər var ki, 70-dir. Ona görə biraz çox problem yaradır. Əsasən də bilirsiniz, belə fənlərdən məsələn writing-dir, bayaq dediyim kimi belə yazı tələb olunan və yaxud da şifahi danışıq tələb olunan dərslərdə bizdə belə öz observationlarımdan deyirəm, öz baxdığımdan deyirəm, daha çox dim tələbələri kəsilir. Çünki onlar belə deyim foundation oxuyub gəliblər. Onlara biraz çətin olur bunu eləmək. Ona görə mən düşünürəm ki, foundationu biraz yaxşı keçməlidirlər.